Salam əziz və dəyərli müəllimlər, xoş gördük hər birinizi. MİQ və sertifikasiya imtahanı hazırlaşan ibtidai sinif müəllimlər üçün çərçivə sənədində olan vacib bir bölmənin iş və hovuz məsələlərinin ətraflı izahını bugün sizlərə təqdim edəcəm. Bizim kanalda 40 dəqiqəyə faiz məsələlərini öyrənək, 30 dəqiqəyə KTR məsələlərini öyrənək. İndi bu mövzunun da izahın neçə dəqiqəsindən asılı olmayaraq, yəni sonunda, bu izahın sonunda özünüzə sual versəniz ki, bu izahdan mən nəsə öyrəndimmi? Təbii ki, cavabınız 100% bəli olacaq. Yəni, bunu əminliklə sizə deyirəm. Sadəcə diqqətli olun. İş hovuza bütün incəliklərə toxunmuşuq. Baxın, düz mütənasiblik, tərs mütənasiblik, xəyali ədəd, biri iki tərk eləməsi, hovuzun doldurulması, boşaldılması, hər bir incəliklərə toxunmuşuq. Baxaq, başlayaq. Ümumiyyətlə, bu tipli suallarda, müəllimlər, əvvəlcə bizə təqdim olunan suallar tərs mütənasiblik və düz mütənasiblik anlayışını bilməkdir. Düz mütənasib cəmiyyətlər hansıdır? Bir cəmiyyət artanda ona uyğun olaraq digər cəmiyyət də artırsa, bu düz mütənasibdir. Məsələn, tutaq ki, sadə bir nümunə göstərin. Bir qələmin qiyməti 2 manatdır. 5 qələmin qiyməti nə qədər olacaq? 5 dəfə 2, 10. Baxın, qələmin sayı artdı və onunla paralel olaraq qələmin qiyməti də artdı. Buna aid nümunələr çoxdur. İndi gəlirik tərs mütənasib cəmiyyətlərə. Bax, tərs mütənasib cəmiyyətlər sürətlə zaman. Biz sürətlə zamanı tərs mütənasib kimi götürə bilərik. Necə? Tutaq ki, mən evdə məsələ metroya gedirəm. Mən evdən metroya 30 dəqiqəlik yolum var. 30 dəqiqə yolum var. Mən sürətimi artırsam, zamanım azalacaq. Bəli, daha sürətli gedəndə daha tez çatacam. Baxın, sürətim çoxaldı, amma zamanım azaldı. Cəmiyyətin biri çoxaldı, biri azaldı. Bunu əzbərləmək yox, mahiyyətini real həyatla uyğunlaşdırmaq lazımdır. Baxaq, indi bunu nümunələr üzərində sizə tam rahat izah edəcəm. Birinci sualımız. Bir gündə 5 traktor 40 hektar torpaq şumlayır. Eyni gücdə olan 15 traktor bir gündə neçə hektar torpağı şumlayır. Burada bu işçi kimi də ola bilər, fəhlə kimi də ola bilər. Ümumiyyətlə traktor, texnika, işçi, fəhlə, nasos, bunlar hamısı eyni məntiq əsaslanır. 5 traktor 40 hektar torpağı şumlayır. Eyni gücdə olan 15 traktor neçə hektar torpaq? Bu x-dir. İndi gəlin görək, bu mütənasiblik düzdür yoxsa tərs? Baxın, 5 traktor 40 hektar torpağı şumlayırsa, 15 traktor daha çox torpağı şumlayacaq da. İşçinin sayı çoxalanda işin miqdarı da çox olacaq. Biri var mən tək iş görəm, bir də var mənə dostum da kömək eləsin. Mən dostumla daha çox iş görəcəm. Avtomatik olaraq bu düz mütənasibdir. Bura yazıram düz mütənasib. Ümumiyyətlə bunu da deyim ki, yadda saxlayın ki, işçi ilə iş hər zaman düz mütənasibdir. Və düz mütənasib cəmiyyətlər, müəllimlər, çarpaz formada vurularaq həll olunur. 5-i vuracaqsan bura, x-ə, 40-ı da vuracaqsan 15-ə. Yəni, 5 vurulsun x bərabərdir 40 vurulsun 15. Burada da heç 40-ı 15-ə vurum, sonra bunu təzədən 5-ə bölüm qaydasını getməyin. Mərhələli ixtisar qaydasından istifadə edin ki, işimiz daha da rahat olsun. 5 5-ə 1, 15 5-i 3. X də bərabər 120. Həqiqətən də 43-ə vurunda 120. Həqiqətən də gördüyümüz kimi 5 traktor 40 hektar torpaq şumlayır, amma 15 traktor 120 hektar şumlayır. Traktorun sayı artdı, avtomatik olaraq bizim sahəmiz də artdı. Növbəti sualımız. Aha, eyni traktor, hektar seçmişəm ki, eyni tipli görsənən, amma incə fərq olan məsələyə baxaq. Növbəti sualımız. 18 traktor bir sahəni 6 saata şumlayır. Yazıram 18 traktor 6 saata şumlayır. Eyni gücdə olan 12 traktor x. Məlim, bu düzdürmü, tərsdirmi? Baxın, işçi ilə zaman hər zaman tərs mütənasibdir. Bunu da gəlin real həyatla uyğunlaşdıraq dəyərli müəllimlər. Tutaq ki, mən tək iş görürəm. Mən tək bir divarı rəngləyəcəm. Bir evin divarını rəngləyəcəm. Mən buna 10 saat vaxtım gedir. Amma dostum gəlir mənə kömək edir. Biz 2 nəfərik, say olaraq artdıq. Amma daha tez bitirəcəyik. Tutaq ki, 10 saat yox, 5 saata bitirdik. Görün, nə elədik? İşçi olaraq sayımız artdı, yəni 2 nəfər olduq. Amma vaxt olaraq zamanımız azaldı. Buradan deyə bilərik ki, işçi zaman nədir dəyərli müəllimlər? İşçi zaman hər zaman tərs mütənasib olur. Yəni, işçinin sayı çoxalanda avtomatik olaraq zamanımız azalır. Burada da 18 traktor biz işçi kimi düşünsək, 18 traktor 6 saat şumlayırsa, traktorun sayını artırmışıq 12 traktor. Bu ərazini daha tez şumlayıb bitirəcək də. Ona görə nə oldu? Traktorun sayı artdı, saatımız azaldı. Tərs mütənasib. Tərs mütənasib cəmiyyətlər hər zaman qarşı-qarşıya vurularaq həll olunur, dəyərli müəllimlər. Düz mütənasib cəmiyyətlər çarpaz formada,
Tərs mütənasiblər qarşı-qarşıya. Qarşı-qarşıya bu deməkdir ki, 12 vurulsun x bərabər 18 vurulsun 6. Buradan yenə mərhələli ixtisar qaydamızı tətbiq eləsək, 6 6-ya 1, 18 6-ya 2, 2 2-yə 1, 18 2-yə 9. X də bərabər 9 saat. Nə gördük burada? Traktorun sayı artdı, azaldı, 12 traktor oldu. Amma saatımız çoxaldı. 6 saat idi, burada 9 saat oldu. Bax, fərqi gördünüz. Tərs mütənasib cəmiyyətlərdə bir cəmiyyət artanda digəri azalır, biri azalanda digəri artır. Sözlərdə də bir tərslik var. Gəlin baxaq buna. Yenə eyni qaydadır. Dediyim kimi, burada traktor da ola bilər, nasos da ola bilər, fəhlə də ola bilər, işçi də ola bilər. Yəni, işi görən hər hansı bir subyekt və obyekt. Eyni gücdə olan 4 nasos dolu hovuzu 8 saata boşaldır. Yenə də 4 nasos hovuzu 8 saata boşaldır. 2 belə nasos x. İndi bunu tapmaca kimi tapmayın. Məsələn, bu tərsi düz düşünün də, biraz real həyata uyğunlaşdırın. 4 nasos 8 saata boşaldır. 2 nasos. Nasosun sayı azdır. Aha, nasosun sayı azdırsa, demək mənim hovuzum gec boşalacaq. Və bu avtomatik tərs mütənasibdir. Və ya az öncə dediyimiz kimi, işçi ilə zaman necə mütənasiblik idi? Tərs mütənasiblik idi. İşçinin sayı çox olanda zamanım azalacaq. Tərs mütənasib cəmiyyətlər qarşı-qarşıya vurulmaqla həll olunur. 2 vurulsun x bərabər 4 vurulsun 8. Buradan da 2 2-yə 1, 4 2-yə 2, x də bərabər düz yazdıqda bunu biz. Bəli, 16. Demək, burada 16 saatı. Baxın, nasosun sayı azaldı, amma saatımız çoxaldı. Yəni, iş, nasosun sayı azalanda iş zəif gedəcəkdir, zaman çox gedəcək. Məntiq budur. Eləcə də 4-cü sual. Fərqli subyektlərlə yazmışam. Baxın, yuxarıda nasosdur, ondan qabaq traktordur, burada fəhlədir. Yəni ki, mahiyyəti biləndə fərqli tiplər olanda orada çaşmayasınız ki, orada fəhlə idi, burada traktor. Eyni mahiyyətə gəlir. Eləcə də 4-cü sualımız. 12 fəhlə bir işi 10 günə yerinə yetirir. 6 fəhlə bu işi x. Artıq bilirsən ki, fəhlənin sayı azdır. Yəni 6 fəhlə var. Mənim işim gec bitəcək. Yəni zaman çox gedəcək. Deyərdim ki, kaş fəhlənin sayı çox olardı, iş tez bitərdi. Demək, fəhlənin sayı azdırsa, avtomatik olaraq nə olacaq? Zamanımız çox olacaq. Bundan da çıxır ki, bu da işçi. Düşünməyin ki, işçi ancaq orada canlı olmalıdır. Bax, məsələn, yuxarıda traktor var idi, nasos var idi. İşçi zaman. Bunlar şərti olaraq yazılır da. İşçi zaman dediyimiz kimi nədir? Tərsdir. O zaman tərsə aid daha çox nümunə vermişəm ki, başa düşürsünüz. Yenə 6 vurulsun x bərabər 12 vurulsun 10. 6 6-ya 1, 12 6, 2 dəfə 10, x bərabər 20. Doğru cavab 20. Və müəllimlər, məncə artıq bu 4 sualda siz düz mütənasiblik və tərs mütənasibliyi problemsiz öyrənirsiniz. Burada bir problem qalmır. İndi gəlirik növbəti məsələmizə. Buna mürəkkəb üçlük qaydası deyirlər. Burada 3 subyektdən söhbət gedir. Burada işçi var, zaman var və görülən iş var. Eyni gücdə olan 4 traktor 6 saata 48 hektar torpaq şumlayır. Baxın, 4 traktor işçidir, 6 saat zamandır. 48 hektar torpağın şumlanması işin miqdarıdır. Burada adi məsələn deyir 40 kvadrat divarı rəngləyir. O 40 işin miqdarıdır. Bəzən deyir ki, 4 uşaq 3 saata 10 dənə almanı yeyir. O 10 almanı yemək işin miqdarıdır. Yəni 10 orada miqdardır. Bax, iş o demək deyil ki, ancaq nəysə divarı rəngləsin və ya yer şumlasın. Orada hər hansı bir icraat varsa, hər hansı bir icra prosesi olursa, demək bu işdir. İndi müəllimlər, bunu biz fərqli ikili tənasüblərlə həll edə bilərik, amma çox qarma-qarışıq olacaq. Sizə burada mən bir dənə sxem yazıram. Bu tipli sualların hər birini həmin sxemlə 100% yazacaqsınız. Heç bir problem olmadı. Gəlin baxaq. 4 traktor. Burada bizim sxemimiz budur. İşçi, yazıram bura. Zaman. Bura kənara da yazıram iş. Kənarda işlər var, ortada zaman var. Və burada da belə bir sxem çəkəcəm, dəyərli müəllimlər. Buradan gəlirik aşağıya, buradan gəlirik yuxarıya. İndi bu sxemin də mahiyyətini aydınlaşdıracağam ki, bu sxemin mənası nədir? Gəlin verilənləri yazaq. 4 traktor, 6 saata, 48 hektar torpaq. Baxın, işçi, zaman, iş. Zaman ortada olacaq. İndi yazıram növbəti 6 traktor. Hər şey uyğun olaraq alt-alta düşsün. Traktor traktorun altına, zaman zamanın altına, iş işin altına. Burada 60 hektar işdir. Zamanımız x-dir. Burada yazıram x. Baxın, burada zaman da x ola bilər, işin miqdarı da x ola bilər, işçi də x ola bilər. Sonraki sualda bunu verəcək. İndi gəlirik, bu gəlir yuxarı, gəlir aşağı. Bu sxemin mənası nədir? Bu deməkdir ki, ikisi gəlir
bir vurulur, aşağıya vurulur. İkisi bir gəlir, yuxarıya vurulur. Bu o deməkdir ki, dəyərli müəllimlər, baxın. 6x48, yəni 6 vurulsun, x vurulsun 48. Düz gəldi, yuxarıya vuruldu. Bərabərdir. 4 vur, 6 vur, 60. 4 vur, 6 vur, 60. Neynədik? 4'ü 6'ya vurduq, aşağıya vurduq. 6'yı x'ə vurduq, yuxarıya vurduq. Bax, məntiq bundan ibarətdir. Gəlin indi burada mərhələli ixtisarlarımızdan istifadə edək. 6 6'ya 1, 66'ya 10. 6 6'ya 1, 48 6'ya 8. 4 4'ə 1, 8 4'ə 2. 2 2'yə 1, 12'yə 5. X bərabər 5'ə. Demək, 6 traktor 60 hektar torpağı 5 saata şumlayar. Burada doğru cavab 5'dir. Bunu biləndən sonra bir problem qalmayacaq. Buna aid növbəti bir nümunədə yazmışam. Bu nümunədə yenə də baxın, işçimiz var, zamanımız var, işin miqdarı var. 60 detal, 60 burada işin miqdarıdır. Yəni 5 usta 24 dəqiqəyə 60 detal hazırlayır. Gəlir, sxemimizi yadımıza salırıq, gəlir aşağıya vurulur, gəlir yuxarıya vurulur. İndi 10 usta yazıram bura, 10 usta. 30 dəqiqəyə zamanım 30'dur. Neçə detal? Gördünüz, burada x bura düşdü. Yuxarıki məsələdə x ortaydı. Yəni zamanda x ola bilər, işin miqdarı da x ola bilər, işçinin sayı da x ola bilər. Heç bir fərq yoxdur. Biz sxemi tətbiq edəcəyik. Sadəcə yenə 5 vur 24 vur x aşağıya vurulacaq. 10 vur 30 vur 60 yuxarıya vurulacaq. 5 vur 24. Düz gəldi, aşağıya vurduq. Vur x bərabərdir. 10 vur 30 vur 60. Neynədik? Düz gəldi, yuxarıya vurduq. Burada da rahat ixtisarlarımızı eləyə bilərik. 5 5'ə 1, 15'ə 2, 2 2'yə 1, 24 2'yə 12, 12 12'yə 1, 60 12'yə 5. X də bərabər 30'u 5'ə vuranda 150. Yəni sən imtahandasan, daha götürüb 10'u vuracaqsan 30'a, təzdən 10'u 60'a vuracaqsan, təzdən 5'i 24'ə vuracaqsan. Bunu bölməyə yaza bilərsən prinsip olaraq. Cavab da düzgün çıxacaq. Amma vaxt itkisidir. Ona görə mərhələli ixtisar qaydasını tətbiq eləməyi bacarmaq lazımdır. Əla. Burada bir problem yoxdur. Yəni bu işçi zaman işin və bu sxemi mahiyyətini dərk elədiniz. Bir də var müəllimlər, işçi zaman 2 dənə zaman olur. Məsələn, 3 usta gündə 5 saat işləyər, ya 12 gündə bitirir və ya 7 usta 4 həftədə 3 gün işləməli. 2 zaman nə deməkdir? Saat ola bilər, gün ola bilər, həftə ola bilər, gün ola bilər. Bunu da bura yazıram. Bunun sxemi daha rahatdır. İşçi zaman, bura yazıram zaman. İşçi zamanda iki başlı bir ox çəkirəm. Yəni burada rahat qarşı-qarşıya vurulacaq. İndi bunun detallarına girmirəm. Orada tərslik, düzlük. Biz onsuz da ikili tənasübdə tərs düzü bildik. Burada da əslində bu tərs mütənasiblikdən, düz mütənasiblikdən çıxır. Siz sxemlə bilin və çox rahatlıqla yazacaqsınız. Burada 3 usta gündə 5 saat işləyərək 12 gündə. 2 dənə zaman qarşı-qarşı. İndi 5 usta gündə 6 saat işləyərək neçə gündə? X. Rahatdır. Burada bu iki başlı oxun məntiqi nədən ibarətdir? Bunu biz qarşı-qarşıya, buranı da qarşı-qarşıya vurub bərabərləşdirib həll edəcəyik. Yəni 5 vurulsun, 6 vurulsun x bərabər 3 vurulsun, 5 vurulsun 12. Bu qədər rahat. 5'lər gedəcək. 3 3'ə 1, 6 3'ə 2, 2 ilə də 12, 6. X bərabər 6 günə. Demək 500 da gündə 6 saat işləsə, işi 6 gündə bitirər. Bir də bir şey nəzərinizə çatdırım. İndi qabaqda xəyal ədəd qaydasını deyəcəm. İzahımız daha çox ibtidai sinif müəllimləri üçündür. Ona görə bəzən yuxarı sinif müəllimləri və ya ixtisas riyaziyyat müəllimləri baxar, deyər ki, bunu məsələn tənliklə yazaq. Başa düşürəm mən siz, amma məqsədimiz ibtidai sinif müəllimlərinin maksimum şəkildə dilinə və səviyyəsini uyğunlaşdırmaqdır. Burada suallar var ki, onu 10 saniyə x ilə tənliklə yazmaq olar, amma o tənliyi həll eləmək, onu qurmaq daha çətin olar, nəinki bu xəyal ədəd qaydası və s. Baxırıq müəllimlər növbəti suala. Biz faizi bundan öncə izah eləmişik, baxmayan müəllimlər mütləq baxsın. İş hovuz məsələsində bəzən faiz ilə belə əlaqəli suallar düşür. Burada hansı məntiqi yerinə yetirmək lazımdır? Gəlin ona baxaq. 8-ci sualımız. Rasim bir işi 15 saat yerinə yetirir. O işləmə sürətini 75% artırarsa, həmin işi neçə saat yerinə yetirir? Baxın, hər bir şeyi faiz məsələsində qeyd eləmişdik. Başlanğıcda nə götürürük? 100%. Məsələn, başlanğıc qiymət 100'dür, ilkin çəki 100'dür, başlanğıc sürət 100'dür. Onda mən deyə bilərəm ki, Rasimin başlanğıc sürəti 100% imiş.
və bu başlanğıc sürətindən 35 sadə yerinə yetirəcək. İşləmə sürətini 75% artırsa, 75% artırmaq 100-ün 75%-i demişdik ki 75 eləyir və 100-ün üzərinə gələndə oldu bura 175%. Bu da bərabərdir, bura yazıram x. Yenə də bir tənasüb qurduq. İndi bu hansı mütənasiblikdir? Düz mütənasiblikdir yoxsa tərs? Nə görürük burada? Sürət, bir də zaman. Biz lap başda demişdik. Hələ sürət məsələlərinə də bilirik ki, sürətlə zaman tərs mütənasibdir. Sizə nümunə gətirdim. Dedim ki, evdən tutaq ki, metroya gedirik, 30 dəqiqədir. Mən biraz daha tez getsəm, qaça-qaça getsəm, daha tez çatacam. Onda belə çıxır ki, sürət və zaman nədir dəyərli müəllimlər? Tərsdir. Bu qədər rahat. Tərs mütənasib cəmiyyətlər adı tərs olsa da qarşı-qarşıya həll olunur. Bax, biraz müəllimlər bunu çaşdırır ki, düz mütənasib necə çarpaz olur, amma tərs qarşı. Yəni, bunu diqqətli olun. Tərs mütənasib qarşı-qarşıya. Qarşı-qarşıya da deməkdir ki, 175 vurulsun x bərabərdir. 100 vurulsun 35. Buradan da yenə mərhələli ixtisar qaydamızı tətbiq edirik. 35 35-ə 1, 175 35-ə 5. X də bərabərdir 5 5-ə 1, 100-ü də 5-ə böləndə 20. X bərabər 20-yə. Neçə sadə yerinə yetirər? 20 sadə yerinə yetirər. 9-cu sualımızda bununla bağlı belə bir sual nümunəsidir. Rəşad bir işi 40 dəqiqəyə yerinə yetirir. Əgər Rəşadın işləmə sürəti 25% artırılarsa, o həmin iş neçə dəqiqə? Eyni tipli məsələdir. Sadəcə bir dənəsini də verdim ki, yəni nümunə birini də buraya yazmışam ki, faizdə olanda çaşmayasınız. Rəşad bir işi 40 dəqiqə yerinə yetirir. Rəşadın işləmə sürətini biz 100% götürək. Az öncə dedim, 100% 40 dəqiqə yerinə yetirilir. Əgər işləmə sürətini 25% artırsa, olacaq 125%. Onda tutaq ki, işləmə sürəti 100-dür. Lap belə yaza bilərik, heç faiz yazmayaq. 100 deyək. Oldu 40. 125 sürətindən isə x-dir. Sürət artırılanda nə olacaq? Zaman azalacaq və yenə də qarşı-qarşıya vurulub həll olunacaq. 125 vurulsun x bərabər 100 vurulsun 40. Nə isə əzbərləmək yox, mahiyyətini dərk eləmək lazımdır. Buradan 25-ə ixtisar eləsək 125-ə 4, 125 25-ə 5, 5 5-ə 1, 45-ə 8. X də bərabər 4 dəfə 8, 32. Yəni, buradakı mütənasiblikdə tərs mütənasib cəmiyyətlər idi. Doğru cavab elədi 32. İndi müəllimlər, səbirli olun. Biz bu tipləri, bunları bilməliyik ki, o digərlərində, məsələn, biri 4 sadə, biri 5 sadə, hamısına toxunmuşam. Hər bir şey, suallar elə seçilib ki, yəni sıfırdan bir adam iş hovuz məsələsinə baxsın və tam olaraq öyrənsin. Baxırıq müəllimlər, deməli 10-cu sualımıza. Bu 10-cu sual da bizim bu tipli mövzularda tez-tez qarşımıza çıxan sual tiplərindəndir. Usta 4 günə 7 ayaqqabı, şagirdi isə 6 günə 5 ayaqqabı tikir. Usta və şagirdi birlikdə 186 ayaqqabı neçə günə tikə bilərlər? Bunun mahiyyəti nədir? Ustanın və şagirdin bir gündə tikdiyi ayaqqabıları toplayırıq və ümumi ayaqqabını onların bir gündə tikdiklərinin cəminə böləcəyik. Amma diqqət edəcəyimiz məqam nədir? 4 gün 7 ayaqqabı. Məsələn, mən burada sənə konkret olaraq versəm ki, usta 3 günə 6 ayaqqabı tikirsə bir günə nə qədər deyər? Deyərsən ki, müəllim, 6-nı 3-ə bölərəm, hər zaman günə bölürsən. Bir də təkrar eləyirəm, hər zaman günə bölürsən. Rahat olar 6 bölünsün 3 bərabər 2. Demək, bir günə 2 ayaqqabı tikir. Bu tipli məsələlərdə şagirdlər, daha doğrusu müəllimlər bəzən nədə çaşır? Tam bölünmür. Məsələn, usta 4 günə 7 ayaqqabı tikirsə, usta bir gündə nə qədər ayaqqabı tikir? 4-də 7. Bir də təkrar eləyirəm, hər zaman işin miqdarını, indi burada ayaqqabıdır, işin miqdarını, sayını bölürsən günə. Müəllim, 4-də 7 ayaqqabı necə ola bilir? Məntiqli sualdır. Elə bil ki, məsələn, tutaq ki, stol hazırlayır və ya ayaqqabı tikir. Ayaqqabını, məsələn, 4-7-yi 4-ə böləndə 1 düşür, bir də 3 qalıq qalır da. Elə bil bir ayaqqabını tam tikir, bir də bir ayaqqabını tutaq ki, daban hissəsini hazırlayıb və ya altlıq hissəsini hazırlayıb. Yəni, tam kəsilən alınmağı o deməkdir. Məsələn, deyək ki, mən 4-də 7 ayaqqabı necə ola bilər? Və ya 5-də 7 stol necə ola bilir? Demək, tam düzəltmir də, müəyyən bir hissəsini düzəldir, qalır. Biri yarımçıq qalır. Bax, məntiq budur. Onda ustanın bir gündə tikdiyi ayaqqabının sayı 4-də 7-dir. Və şagird 6 günə 5 ayaqqabı tikirsə, şagirdin bir gündə tikdiyi ayaqqabının sayı nə qədərdir? 6-da 5. Əla. Onda ikisinin bir gündə tikdiyini vuraram x-ə bərabər eləyirəm 186. Yəni, yazılış qaydası budur. Yəni, bunu x-i yazmasan da olar. Bu ikisini toplayarsan, 186-nı bu ikisinin bir gündə tikdiklərinin cəminə bölə bilərsin. Və ya, buradan da onsuz da burada qeyri-adi bir şey yoxdur. Bildiyimiz kəsilən toplanması 4 ilə 6-ya yazarım.
12-ni 4-ə böləndə 3, 21. Üstə gələk 12-ni 6-ya bölərəm 2, 2 dəfə 5, 10. Vurulsun x bərabərdir 186. Buradan davam eləsək 12-də 31, x bərabər 186. Buradan da tamın kəsrə bölməsi x bölünsün 186 bölünsün 12-də 31. Tərsinə vuracaqsan 186 vurulsun 31-də 12. 31-də 12. 31, 31-ə 1, 186, 31-ə 6 dəfədə 12 elədi nə qədər? 72. Doğru cavab 70. Bunun mahiyyəti nədir dəyərli müəllimlər? Bir də təkrar eləyirik. Bu tipli suallarda usta şagird, fəhlə köməkçisi və s. və ilə axır, usta fəhlə. Bunlarda biz nə edəcəyik? Hər birini bir gününü hesablayacaqsan və ümumi ayaqqabını onların bir gününün cəminə böləcəksən. Yazılış qaydası da bu formadadır. Gəldik müəllimlər iş hovuz məsələlərinin klassik tiplərinə. Yəni iş hovuz məsələsi deyəndə müəllimlərin ağlına gələn ancaq bunlardır. Hansı ki, bu indiyə qədər dediklərim də iş hovuzun tərkib hissələridir. Məsələn, biri bu qədər, digəri bu qədərə, birlikdə nə qədər? Baxın, bu tipli sualları düstur üsulu var, əzbər üsulu var müəyyən bir mərhələlərdə. Amma indi qarşıdakı suallarımız var. Onları da izah eləyəndə deyəcəm. Və indiyə qədər sizə ən az 10 ilin təcrübəsini bölüşürəm ki, müəllimlər, hazırlıq prosesimizdə müəllimlərə hər zaman dediyim qayda xəyal ədəd qaydasıdır. Xəyal ədəd qaydasından iş hovuz məsələlərinin qarışıq görsənən tipləri də problemsiz həll olunur. Xəyal ədəd nə deməkdir? Bunu biz yuxarı sinifdə əkov edirik, amma buradakı verilən zamanlara eyni anda bölünən ədəd. Baxın, birinci boru hovuzu 5 saat, ikinci boru 20 saat. Mən bu saatın ikisinə bölünən bir ədəd götürəcəm. 5 ilə 20-nin ikisinə bölünən ədəd elə birlikdə xəyal ədədimiz 20-dir. Məsələn, tutaq ki, 5 ilə 6 olsa 30 götürərdim. 20 də ola bilər, 40 da ola bilər. Yəni ikisinə bölünən istənilən ədəd. Amma ən kiçik ədədi götürürük ki, hesablamamız da prinsip olaraq rahat olsun. Bu 20 nədir? Bəs yaxşı götürdüyümüz bu xəyal ədəd nədir? Bu götürdüyümüz 20 hovuzdan danışırıqsa hovuzun həcmidir. Yəni litrdə ola bilər, kub metrdə. Divardan danışırıqsa divarın sahəsidir. Bax, xəyal ədəddə məsələnin mahiyyəti sənin üçün tam açıqlanır. Bəs hovuz iş məsələsi necə düşünə bilərik? Bir sürət məsələsi kimi. Sürət məsələsində nə var? Zaman var, sürət var və gedilən yol var. Yol bizdə bu məsələ ilə ekvivalent kimi götürsək, burada hovuzun həcmidir. Sürətimiz aydın məsələdir ki, məsələn, mən müəyyən işi bir sürətlə görürəm, bir işi müəyyən sürətlə görürəm, zaman da zamandır. İndi burada nə edəcəyik? Bu 20-ni böləcəyik birinciyə 5-ə. Bərabər elədi 4. Bu birincinin sürətidir. Baxın, birinci borunun sürəti 4-dür. Yəni 4 saat bölünsün litr. Yəni 1 saatda 4 litr vurur, 5 saat onda tam da olur. İkinci borun 20-ni bölürəm 20-yə bərabər elədi 1. Bu da ikincinindir. İndi bizdə nə deyir? 2 boru birlikdə işləsək. 20-ni böləcəm bu ikisinin sürətləri cəminə. Yəni 4 üstə gələk 1-ə 5. 20-ni də 5-ə böləndə elədi 4. Hə, bu məsələ üçün bu ən standart tipdir də. Bunun üçün düsturumuz da var. Məsələn, 5-də 1 üstə gələk 20-də 1 bərabərdir 1 bölünsün x. Yəni, ən azı düstur yazında gördüyünüz ki, mənə haqq verirsiniz ki, bu daha rahatdır. Sonra hasillərini bunların cəminə bölürük. O da aldatma üsuludur. Yəni mahiyyətini bilmədiyin heç nə, mahiyyətini bilmədiyin heç nə sənin üçün elm ola bilməz. Ona görə mənim tövsiyəm ən yaxşı halda xəyal ədəddir. İndi bu da siz illərin təcrübəsini deyirəm. Növbəti suallarda bunu daha yaxın, daha rahat görəcəksiniz. Baxaq. 12-ci sual. Birinci boru 4-də. Bu tiplərdə artıq siz o düsturları qurmağı belə bilməyəcəksiniz. Qarşıdakı tiplərdə ilişəcəksiniz və s. və ilə axır. Amma xəyal ədəd hamısı üçün keçərlidir. İndi sadəcə diqqətli olmaq lazımdır ki, xəyal ədədi harda, necə, nə cür yazmaq lazımdır. Növbəti sualımız. Birinci boru 4-də 3 hissəsi dolu olan hovuzu 4 saata doldurur. Mən nəyi tapmalıyam burada? Tapmalıyam ki, biz 11-ci sual elədik. Hə, mən burada tapmalıyam ki, bizim borumuz tam nə qədər? Xəyal ədəd hər hamısında tam olmalıdır. Yəni tam dolu hovuzu, ümumiyyətlə boş hovuzu, bir işi və s. Amma burada 4-də 3 hissəsi dolu deyir. 4-də 3 hissəsi doludursa, bunun nə qədər boşdur? 4-də 1-i. 10 da belə çıxır ki, birinci boru 4-də 3 hissəsi doludursa, yəni 4-də 1-i boşdur da. Bu 4-də 1 boşu 4 saata doldurur. Mən tapmalıyam ki, bütövünü nə qədər doldurur. Burada da sənə bir qayda deyəcəm. 4-də 1 hissəsi boşdursa, bu 4-ü bölürsən 4-də 1-ə bərabər eləyir 16 saat. Yəni bir hissəni 4 saata doldurur. Baxın 4-də 1-dir. Bunun bir hissəsini 4 saata doldurursa 4 dəfədə 4 16. Tapılma qaydası hər zaman zamanı kəsrə bölün. 16 saat. Elə bil məsələmizi rahatlaşdırdıq da özümüz üçün.
hansı vəziyyətə gətirdik? Maksimum şəkildə sadə səviyyəyə. Məsələ elə bil belə verilib. Birinci boru dolu hovuzu 16 saata doldurur. 4-də 3-ü, bu kəsiri filan burada yazmışdı ki, sən çaşasan. Amma biz çaşmadıq, qaydasını bildik. İkinci boru isə dolu hovuzu 24 saata boşaldır. Yazıram 24 saat. Əla. Xəyal ədəd qaydamız 16 ilə 24-ə. Xəyal ədədini də buradan rahatlıqla qura bilərik. 48-dir. 48-i bölürəm 16-ya. Bərabər elədi nə qədər? Bərabər elədi 3. Bu birinci borunun sürətidir. İkinci, 48 24 saata boşaldırsa ikinci boru. 48-i bölürəm 24-ə bərabər elədi 2. Bu ikincinin nədir? Sürətidir. Aha. Amma diqqətli olmaq lazımdır. Bu doldurur. Bu isə boşaldır. Neyniyəcəm? 48-i böləcəm. Dəyərli müəllimlər. Biri doldurub, biri boşaldanda çıxıram. 3-dən çıxıram 2-ni. 1, 48-i də 1-ə böləndə 48. Demək, neçə saata doldurar? 48 saat. Gördünüz, məsələ necə rahat oldu. Bir dənə buradakı əməliyyatı yerinə getirdik. İşimiz rahat oldu. İndi qarşıdakı suallarda bunu daha rahat da görəcəksiniz. 13-cü sualda müəllimlər. 2 fəhlə bir işin 6-da 5-ini 10 günə qurtarır. Az öncə nə dedik biz? 6-da 5-ini 10 günə qurtarır. Bəs yuxarıda biz kəsirdən çıxdıq dedik müəllim. Niyə burada 4-də 3 doluydu? Biz ona görə boş tapdıq. Burada heç nə çıxmayacaq. 6-da 5-ini 10 günə qurtarırsa birini nə vaxtda bitirir? Nə dedim? Hər zaman zamanı bu kəsirə böl. Tapılma qaydası da bu hardan gəlir? Bunu da deyim sənə. Tutaq ki, bir işi 6-da 5-ini 10 günə qurtarırsa bütöv işi x. Buradan eləyir, çarpaz vursaq 6-da 5x bərabərdir 10. Tapılma qaydası buradan gəlir. X bərabər 10 bölünsün 6-da 5. X də bərabər 10 vurulsun 5-də 6. 5 5-ə 1, 6 5-ə 12. Amma hər dəfə bu kəsirə ehtiyac yoxdur da bu tənasüb qurmağa. Bir mənalı olaraq yadda saxla ki, 6-da 5-ini bu qədərə, 4-də 3-ünü bu qədər deyirsə, bütövünü tapmaq üçün zamanı böl bura. Yəni 10-u böldüm 6-da 5-ə, bərabərdir 10 vurulsun 5-də 6. 5 5-ə 1, 15, 2 dəfə 6, 12. İşimiz rahatdır. İndi birinci fəhlədə 4-də 1-in 6 günü. Buradan da 6-nı bölürsən 4-də 1-ə, bərabər elədi 6 vurulsun 1-də 4, bu da 24. İşimiz rahatdır. Elə bil, indi məsələni rahatlaşdırırım. Məsələ belə verilməli idi ki, verilsə daha rahat olardı ki, 2 fəhlə bir işi 12 günə qurtarır. Birinci fəhlə bu işi 24 günə qurtarır. İkinci fəhlə tək başına. Rum rəqəmləri sıra saydı da. Neyniyəcək? 12 ilə 24-də xəyali ədədimiz. Xəyali ədədimiz burada bərabərdir 24. 24-ü bölürəm 12-yə, bərabər elədi 2. 2 fəhlə dediyinə görə bura yazıram birgə. Bu birgə surətləri daha diqqətli olun. Tək-tək də verə bilər. Sonra birgə verib, birini verib digərini də soruşa bilər. İndi birinci fəhlə 24 günə qurtarır. Onda 24-ü bölürəm 24-ə, bərabər eləyir 1. Bu birincinin surəti. Surəti. Yuxarıda birgə surəti vardı. Birincinin surəti vardı. İkincinin surətini necə tapardıq? 2-dən 1-i çıxaran 1 qalar. Bu ikincinin surətidir. Onda belə çıxır ki, 24-ü də böləndə 1-ə bərabər eləyir 24. Yəni, belə yaza bilərək də 24 bölünsün. Birgə olan surətdən 2-dən birincinin surətini, yəni 1-i çıxsam, 1 qalar 24 də 1-ə böləndə eləyir 24. Bax, məntiq bundan ibarətdir. Gördünüz, necə rahat. Gəldik 14-cü sualda. Burada tam sizin üçün açıqlanacaq. Birinci nasos boş hovuzu 18 saata doldurur. İkinci və üçüncü nasos isə dolu hovuzu uyğun olaraq 36 və 54 saata boşaldır. Hər üç nasos eyni vaxtda işləsə hovuz neçə saata dolur? Baxın müəllimlər, 18 saat 36 54. Bunların üçünə bölünən bir ədəd. Onsuz da bu tipi suallarda xəyal ədəd elə olur ki, biraz 5-10 saniyə düşünəndə tapa bilirsən. Bunun rahat yolu nədir? Ən böyüyü hansıdır bunun? 54. 54-ü bir özü qədər artır. 108. Bölündürsə dayan. Bölünmədisə bir də artır. 54-ün üzərinə 54 gələndə 108. Baxıram ki, 108 18-ə də bölünür. 36-ya da bölünür 54-ə də. Demək, bizim xəyali ədədimiz 108 imiş. Yəni, hovuzdan danışırsa, tutaq ki, fərz eləyək ki, hovuzumuzun həcmidir. Birinci nasos boş hovuzu 18 saata doldurur. 108-i bölərəm 18-ə, bərabər eləyir 6. Bu birincidir. İkinci və üçüncü nasos isə dolu hovuzu uyğun olaraq 36 və 54 saata boşaldır. 108-i bölərəm 36-ya, bərabərdir 3. İkinci nasosdur. 108-i bölərəm
54-ə bərabərdir. Nə qədər eləyir bu? 2. Bu da 3-cü nasosdur. İndi burada diqqət eləmək lazımdır nəyə? Birinci doldurur, bura yazıram D hərfi. İkinci və üçüncü isə boşaldır. Əla. Doldurmaq hər zaman üstə gəlinir, boşalmaq hər zaman çıxılır. İndi 3-ü eyni vaxt işləsin. 108-i bölürsən nəyə? 6-ya, 6 doldurur. Çıxacam. 3 və ikisi də boşaldığına görə bunun ikisinin cəmini. 3 ilə 2-nin cəmi 5. 108 də 1-ə böləndə 108 sadə. Demək 108 sadə olar. Məntiq hardan çıxır? Yəni, biri var, təkcə ikinci nasos boşaltsın. Onda 6 çıxılsın 3 olardı. Və ya təkcə üçüncü olsun, 6 çıxılsın 2 olardı. Amma biri var, ikinci və üçüncü birlikdə, yəni ikisinin sürətləri toplanır da, bunlar daha tez birləşirlər. Birləşəndə bunların nə olur? Sürətləri də toplanacaq, ikisi də boşaltdığına görə və bu da doldurduğuna görə bundan çıxılır. Elə bil biri doldurub, biri boşaldığında çıxılmırdı. Eyni məntiqdir. Sadəcə burada 2 dənəsi boşaltdığına görə bunları toplayıb çıxıram. Bax, cavab oldu 108. 15-ci sualda eyni bir işi Kamran 8, Murad 12, Elvin 24 saatda gözləyir, iş görür. Onlar 3 saat işlədikdən sonra Murad işi tərk edir. Aha, bu tərk eləmək və s. bunlar da müəllimlərin biraz çəkdiyi tiplərdir. Gəlin baxaq. 8, 12, 24. Xəyala dediyimiz burada nə qədərdir? 24-dür. 24-ü bölürəm 8-ə, bərabərdir 3. Bu Kamranın sürətidir. 24-ü bölürəm 12-yə, bərabər 2. Bu Muradın sürətidir. 24-ü bölürəm 24-ə, bərabərdir 1. Bu da Elvinin sürətidir. İndi, onlar birlikdə 3 saat işlədikdən sonra, gəlin bunları birlikdə 3 saat işlədək. 3 vurulsun, 3 üstə gəl, 2 üstə gəl, 1. Nə qədər eləyir? 6, 6 dəfədə 3, 18. Bax, diqqətli ol. 18 yazıram bura. Görülən iş. Bəs qalan iş nə qədərdir? 24-dən çıxıram 18-i bərabərdir 6. Qalan iş. İndi müəllimlər, bu qalan işi Murad. Murad deyirsə, qalan işi Muradın sürətinə böləcəm. Kamran deyirsə, qalan işi Kamranın sürətinə böləcəm. Elvin deyirsə, Elvinin. 6 qalan işi Muradın sürətinə 6-nı böləcəksən 2-yə, bərabər eləyəcək 3. Demək, cavab 3. Baxın, bu normalda bunu biz 1 böl A üstə gəl 1 böl B üstə gəl 1 böl C bərabər 1 böl X tənliyi ilə yazsaq, çox qarma-qarışıq ola bilər. Amma burada sənin üçün mahiyyət açıqlanır. Yəni, məsələ artıq sənin olur. 16-cı sualda da eyni yanaşmadır. Müəyyən işi tək başına 5 saatdır, birlikdə 4 saatdır. Fərqi yoxdur. Biz xəyal ədədimizi götürək. Xəyal ədəd. 5 ilə 4-ə nə qədərdir? 20. Müəyyən işi tək başına işləyirsə 5 saat. Onda Muradın sürəti 20-ni bölürəm. Elə bil yolu bölürsən zamana sürəti tapırsan da. Eyni məntiqdir. 20-ni bölək 5-ə. 4 elədi. Bu Orxanın sürətidir. Bircə 4 saatı. 20-ni bölürəm 4-ə bərabər elədi 5. Bu kimdir? Bura yazıram. Orxan və Rəşad. İkisi birlikdədir. İndi bizə deyir ki, Rəşad həmin işi tək başına 20-ni böləcəksən. Bu ikisinin sürəti cəmindən Orxanın sürətini çıxacaqsan. Yəni, onda Orxanın sürəti 1-dir də, 20-ni də 1-ə böləndə elədi 20. Onda Rəşad tək başına işi nə qədər görür? 20. Rəşadın sürəti hardan tapılır? Rəşad və Orxanın cəmindən, yəni 5-dən Orxanı çıxıram, 1 qalır. Bax, budur. 20-ni də 1-ə böləndə 20 elədi. 17-ci sualımız. 17-ci sual. A borusu boş hovuzu 4 saata, B borusu 6 saata doldurur. C boru isə dolu hovuzu 12 saata boşaldır. Hovuz boş ikən 3 boru açıq qalarsa, hovuz neçə saatın tamamında dolmuş olur. Yəni, xəyalə də burada tam sizin üçün açıqlanacaq ki, nədir, nə deyil. 4, 6, 12. Hovuzun həcmini götürək, xəyalə də 12. İndi, A borusu 4 saata, B borusu 6 saata doldurur. 12-ni böldüm 4-ə bərabərdir 3. A borusunun sürəti. 12-ni böldüm 6-ya bərabər 2. B borusunun sürəti. C borusu isə dolu hovuzu 12 saata boşaldır. 12-ni böldüm 12-yə bərabərdir 1. Bu da C-dir. Fərqi yoxdur. Doldurma, boşalma. Hər birində müəyyən bir sürət var da. İndi, boş hovuz. Hovuz boş ikən 3 boru açıq qalarsa. Hovuz boş ikən 3 boru açıq qalarsa, hovuz neçə saatın tamamında dolar. Yəni, hovuz tam boşdur və 3 borunu gəlin açaq. Hovuzun həcmi 12-dir. Böləcəksən nəyə? Dolduranlar hansılardır? A və B doldurur, C boşaldır. Dolduranlar toplanacaq.
boşaldan çıxılacaq. Bayaq biri doldurub ikisi boşaldanda ikisini toplayıb çıxırdıq. Amma burada cəmi biri boşaldır. 3 ilə 2-nin cəmi 5, 5-dən 1 çıxanda 4. Yəni 12 bölünsün 4 bərabər 3. Görün necə gözəl və rahat üsul. 18-ci sualımız yenə də eyni tipli xəyal ədəd qaydasıdır. Cavid bir işi 8 günə, Rauf isə 12 günə qurtarır. Onlar birlikdə 3 gün işlədikdən sonra Rauf işi dayandırır. Xəyal ədədimiz neçədir? 8 ilə 12-yə böləndə baxıram 24. Müəllim 36 ilə yazdım. Yaza bilərsən, bir problem yoxdur. Amma az ədəd daha az problem deməkdir. Onda 24-ü bölürəm 8-ə bərabərdir 3. Bu Cavidin sürətidir. 24-ü bölürəm 12-yə bərabər 2. Bu Raufun sürətidir. Onlar birlikdə 3 gün işlədikdən sonra. Gəlin bunları birlikdə biz 3 gün işlədək. 3 vurulsun. 3 üstə gələk 2. 5, 5 dəfədə 3, 15. Görülən iş. İndi ümumi 24-dür. Bəs qalan iş nə qədər olacaq? 24-dən 15-ə çıxıram 9, yazıram bura. Qalan iş. İndi bizə deyir ki, Cavid qalan hissəsi neçə günə götürər? Qurtarar. Cavidin sürəti nə qədərdir? 3. 9-u böləcəksən 3-ə bərabər eləyəcək 3. Desəydi ki, Rauf 9-u 2-yə bölərdik. 4,5 gün yarım eləyərdi də. Yəni kəsrlə də alına bilər. Amma burada bizdən Cavidi soruşduğuna görə cavab elədi 3. 19-cu sualımız. Burada da yenə doldurmaq, boşalmaq. 15 saat, 36 saat, 20 saat. Gəlin baxaq, xəyal ədədimiz 60-dır. Birinci və ikinci boru uyğun olaraq 15-i və 30-a doldurur. Gəlin bunların sürətini tapaq. 60-ı 15-ə bölərəm, eləyər 4. Bu birinci borunun sürətidir. İkinci borunun sürəti 60-ı bölərəm 30-a bərabər 2, ikinci borudur. Üçüncü boru isə 20 saata boşaldır. 60-ı bölərəm 20-yə bərabər eləyər 3. Bu da üçüncüdür. Dolduranlar hansılardır? Birinci və ikinci. Bura yazıram D, D. Üçüncü isə boşaldır. İndi görün bizə nə deyir. Birinci və üçüncü boru 4 saat işlədikdən sonra hovuzun qalan hissəsini ikinci boru neçə saata doldurur? Gəlin biz ayrılıqda 4 saata birinci və üçüncü borunu neyniyək? Dolduraq. Birinci boru 4 saat işlədək. Birinci 4 vurulsun. Birinci boru doldurur 4. Üçüncü boru boşaldır. 4-dən 1 çıxırsan 3 eləyir. Düz yazdıq. 4-dən 3 çıxırıq. Bax. Neynədim? Birinci və üçüncü. 4-dən 3 çıxırsan. Çünki biri doldurur, biri boşaldır. 4 dəfədə 1 elədi 4. 4 litr tutaq ki, doldu. Bu xəyal ədəd dedik onun həcmidir. Bəs ümumi 60 idi. Nə qədər qalıb? 60-dan 4-ü çıxıram. 56 litr boş. Bəs bizə deyir ki, artıq birincini də söndürmüşəm. Üçüncü borunu da söndürmüşəm. Nə boşaldan var, nə də birinci olaraq dolduran var. Sadəcə ikinci boru qoşulacaq. İkinci boru da ancaq su tökür, yəni su doldurur. Neçə saata doldurar? 56-nı böləcəksən. İkinci borunun sürəti nə qədərdir? 2. 56-nı böləndə 2-yə 28. Görün necə gözəl. Burada mahiyyət tam olaraq sənin üçün açıqlanır ki, nədir, nə deyil. Yəni bu üçüncü boru 1-lə 4 saat işlədikdən sonra 1-lə 3 söndürülür. Məntiq o deməkdir. Növbəti sualımız müəllimlər. Bu işləmə qabiliyyəti də tez-tez qabağına çıxır bəzən suallarda. İşləmə qabiliyyətləri, işləmə sürəti, bunun özü verilib. Qabiliyyət sürət deməkdir. Bu qabiliyyətləri biz sürət kimi düşünə bilərik. Yuxarı sinifdə buna 1K, 3K, 4K ehtiyac yoxdur. Onda deyə bilərik ki, biz sürətlər 1, 3, 4-dür. Yəni burada artıq heç xəyal ədədə ehtiyac yoxdur. Yəni sürəti özü verib məsələ. Elə bil işləmə sürətləri 1, 3, 4 nisbətində olan 3 nəfər işçi birlikdə işləyir, işi 5 gündə tamamlayırlar. Nə edəcəksən? 5-i vuracaqsan, 1 üstə gəl, 3 üstə gəl, 4-ə. Elədi. 8, 8, demək 40. İşin miqdarı. İşin miqdarı. Bu 40 işin miqdarı kiloqramda ola bilər. Nəysə tutaq ki, çəki daşıyırlar. Sonra sayda ola bilər və s. Biz elə miqdar deyirik 40. İndi işləmə qabiliyyəti ən zəif olan işçi bu işi tək başına neçə gün yetirir? 40-ı böləcəksən. Ən zəifin sürəti hansıdır? 1. 40-ı 1-ə bölərsən 40. Desək ki, tutaq ki, ən güclü 40-ı bölərsən 4-ə bərabər eləyər onu. Desək ki, ortancı sürət olan 43-ə bölərsən. Bax, məntiq budur. Bir də təkrar edirəm müəllimlər. İşləmə qabiliyyəti, işləmə sürəti deməkdir. Bu qədər, dəyərli müəllimlər. Sizə mən iş hovuz məsələlərini sıfırdan tərs mütənasiblik, düz mütənasiblik, xəyali ədəd, biri doldurma, biri boşalma, işi biri tərk eləməsi, gəlməsi. Bunlar, təbii ki, bu incəlikləri bilməklə siz
Daha böyük və geniş məsələlərdə də bunları tətbiq edə bilərsiniz. Amma MİQ və sertifikasiyada bunları bilmək, mahiyyətini bilmək və tətbiq eləmək bəs eləyir. Bu qədər dəyərli müəllimlər, hər birinizə uğurlar arzulayıram. Dediyim kimi, yeni endirimli qruplarımıza qoşulmaq istəyən müəllimlər həm MİQ, həm də sertifikasiya qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Sağ olun dəyərli müəllimlər. Növbəti izahlarımızda görüşərik. Hələlik.